risk hər zaman var. Yəni bunu hər zaman da ağlımızda tutmalıyıq. Lap hətta sabah ya başqa bir gün Ermənistanla sülh müqaviləsi imzalasaq, biz həmişə Ermənistanla şübhə gözünə baxmalıyıq. Çünki o bu üçüncü müharibədə belə son 100 ildə biz o səhvlərimizi təkrarlamamalıyıq. Yəni barışdıq, bundan sonra hər şey gözəl olacaq. Yox. Yəni barışaq, yavaş-yavaş ticarət hər nə olacaqsa, amma hər zaman ona potensial düşmən gözü ilə baxmalıyıq. Oradan hər zaman təhlükə gözləməliyik. Bir dəfə artıq o əvvəlki yanaşmanın tələsinə düşməyik. Rusiyaya gəldikcə, Rusiya məncə Azərbaycanla bağlı vəziyyətlə barışıb, yaxud onu olduğu kimi qəbul edir. Çünki Azərbaycan tək deyil. Azərbaycanın yanında Rusiya var, Türkiyə var, Azərbaycanın yanında Pakistan var. İndi Laçında gəliblər, orada bizim rəsmi səfər deyil ki, zirvə görüşü adlandırılsın. Amma prinsip etibarilə dövlət və hökumət başçılarıdır hərəsi öz ölkəsinin. Zarafat deyil yəni özdə. Ucqar bir bölgədə, dağların başında görüş keçirmək geopolitik bir anlam daşıyır. Rusiya bunu görür, İsrail var, bunu unutmayaq, Britaniya var. Yəni çox maraqlar var ki, hətta kontekstinə uyğun Səudiyyə Ərəbistanı, yəni Azərbaycan xarici siyasəti o qədər uğurlu olub ki, yəni qəribə bir alyans qurub, yəni bir-biri ilə yola getməyən dövlətlər belə Azərbaycanla sıx münasibət saxlamağa çalışır, Azərbaycanı deməzdim ki, qorumağa çalışır, amma prinsip etibarilə Azərbaycanda burada siyasi çəkisini əldə edib və Rusiya bunu görür.